İbrahim müəllim, bir izləyicimiz yazır ki, illər əvvəl ev tikmişəm, həyətini tikməyə imkan olmadı. İndi isə həyətini düzəltmək istəyirəm. Ölçüsü 100 kvadratdır. Bunu neçəyə başa gətirmək olar? Mən əvvəlki videolarda da izah elədiyim kimi, təmir işində biz konkret cavab verə bilmirik. Bir işə qiymət vermək üçün onun eskiz layihəsi olmalıdır. Biz onun üzərindən smetanı hesablamalıyıq, amma ümumi neçəyə başa gələ bilər, onu təxmini deyə bilərəm. Bu landşaft işləri sayılır. Landşaft işləri də yetəri qədər, yəni xərc aparan işlərdir. Məsəl üçün müştəri landşaftda döşəmələri mərmərdən də istəyə bilər, tamet daşlarından da istəyə bilər. Yəni görürsüz qiymətə böyük fərq eləyəcək bu. Mərmərin satış qiyməti 1 kvadrat metr üçün neçəyədir? Tamet daşlarının 1 kvadrat metri neçəyədir? Ancaq ortalama belə götürsək, normal landşaft təmir eləmək istəyirsə, sabah çökməsin, hər hansı bir ot bitkiləri həyətə döşənən daşların arasından və s. daşları məhv eləməsin. Bəzən görmüsünüz, görməmisiniz, hətta parklarda da daşları döşəyirlər, sonra daşlar əyilmə verir. Hər hansı bir ot bitkiləri və s. Onun üçün normal təmir olmaq üçün 1 kvadrat metri ən azı 150 AZN başa gəlir landşafın. Amma dediyim kimi çox da çıxa bilər. Lap sadə eləmək istəsə biraz da ucuzlaşdırmaq olar. Yəni ən yaxşı halda 120 manata, yəni 1 kvadrat metr. Ortalama həmin izləyicimiz bilsin ki, ən azı 12.000 AZN-də tuta bilər, 15.000 AZN-də tuta bilər, amma normal, keyfiyyətli təmir. Belə deyək ki, 100 kvadrat metrə 500 manat da xərcləmək olar. Yəni sadə bir şey. Ora belə deyək, bir maşın çınqıl gətirib verib, onu yaymaqla da landşaft eləmək olar. Amma normal bir layihə əsasında smeta çıxarılması ən azı yenə deyirəm ki, bir 100 kvadrat metr üçün 12.000 manat və 15.000 manat xərc aparacaq. Qaraqoyunlu inşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.